Bir şey əlvə düşüb, qazanmısan, o saat azğınlaşma, dinən zaman alacaq əlimdən. Zamanla iş gör. O qazanan vaxtı ki, gözün parıldayır. Məsələn, bugün neçə min qazandım, o vaxtı bir dəqiqə deyən bunu zaman əlimdən alacaq. Bu sevinç müvəqqətidir, ötəridir. İnsan zamanı tanısa amanda qalar, sözün qısası. Birinə zülm elədin, keçsin zaman bir müddət, az müddət keçəcək, üzr istəyirəm, şilləsini alacaqsan. Hətta hədislərdə var ki, insanlara zülm elədinsə, tövbə eləyərsən, bağışlanarsan, axirətdə cənnətə gedərsən, amma zülm cəzasız qalmayacaq, tövbədən də sonra. Dünyada nəsə olmalıdır, mütləq. Ona görə cəmaatla bağlı ehtiyatlı olun. Ürək sındırmayın, söz danışmayın, zülm eləməyin. Zülm belə bir şeydir ki, o bağışlanar da, cənnətə də gedərsən, amma mütləq dünyada sənə bir zərbəsi dəyəcək, mütləq istisnasız.